Yaxşı ola ki, insan yaradılışın fəlsəfəsini başa düşə ki, Allah insanın ləzzətlərinin düşmənidir. Allah yaradıb ki, insanı ləzzətə çatdırsın. Sadəcə ləzzətə çatmaq üçün müəyyən əziyyətlər olmalıdır. Ona görə ki, o yolun qaydası belədir. Elə bir şagirddir, hazırlaşır universitetə sənəd verməyə. Dostları, tanışları gedir, oynayır, əylənir. Bu məcbur olur, otursun, əziyyət çəksin, dərs oxusun. Bu dərsin oxuyur, amma ürəyində deyir ki, ey kaş oxumamış, əziyyətsiz elə mən universitetə qəbul olardım. Həmişə deyinə, narahat ola dərs oxuyur. Bəziləri Allaha bəndəlikdə belə eləyirlər. Bəndəlik eləyirlər, amma ki, həmişə içində narahatçılıq var ki, kaş elə əziyyətsiz mən o məqsədə çatardım. Allahın xoşu gəlmir belə adamlardan. Allahın xoşu gəlmir. Allahın ən xoşuna gəlməyən şeylərdən biri budur. Ramazan ayında Allahın adından deyirəm. Allahın ən xoşuna gəlməyən şeylərdən biri də budur ki, insanın ürəyinin dərinliyində etiraz ola Allaha. Ondan xoşu gəlmir Allahın. Səhər dura namaz qılmağa, ürəyinin dərinliyində deyə, ey bu nə deyə mən, olmazdı ki bunsuz olsun. O çox pis haldır insanın daxilində. Dilə gətirməsə də, Allah qəlbin içindən xəbərdardır. Allah insanla bütün münasibətlərini onun qəlbinə uyğun qurur, fikirlərinə uyğun qurur. İçində olan o istəklər, fikirlərə uyğun Allah insanlarla münasibət qurur. Odur ki, insan gərək yaradılışın fəlsəfəsini başa düşə. Başa düşə ki, Allahın əlindən narahat olmaya. Onu dərk eləyə, anlaya. Kaş belə olmazdı, kaş mənim filan şeyim olardı, kaş mənim filan şeyim olardı, kaş bu əziyyəti çəkməzdim. Hey, bu fikirlərlə Allaha bəndəlik eləyən insandan Allahın xoşu gəlməz. İnsan düz başa düşə ki, mənim Allahım məni yaradıb ki, məni ləzzətə qərq eləsin. Sadəcə olaraq bəzən bir ləzzətə çatmaq üçün başqa ləzzətdən özü məhrum eləməlisən. Bu yol belədir. Bu dünyanın naqisliyidir, Allahın nöqsanıdır, nauzubillah. Dünyanın naqisliyidir. Dünyanın xüsusiyyəti belədir. Dünya ləzzətləri ilə bütün vücudu dolduracaqsansa, mənəvi ləzzətlərə yer qalmayacaq. Xasiyyət belədir. Nə qədər dünya neymətlərindən, ləzzətlərindən çox bəhrələndin, doldurdun bütün vücudu, o mənəvi neymətlərə yer qoymayacaqsan içində. Gərək biraz dünya ləzzətindən azaldasan ki, mənəviyyata yer qala. Hər şeyə baxmaq, hər şeyə baxa-baxa insan mənəvi şeyləri görə bilməz. Gərək bu baxmağın ləzzətindən biraz azalda ki, başqa şeyləri görə bilər, o ləzzətləri dada bilər. Neçə saat gərək yeməkdən çəkinəsən Ramazan ayında ki, ruhunda zərfiyyət yaransın, tutumu ruhun artsın ki, mənəvi ləzzətlərdən bəhrələnə biləsən. Axirət neymətlərinə insan gərək yer saxlaya. Belə olmur ki, insan öz vücudunu tam şəkildə dünya neymətləri ilə doldura ağzına can, həm də axirət ləzzəti ala. Belə şey olmur insanda. Bu yaradılışın fəlsəfəsi budur və orucluq bizə bunu başa salır. Orucluq bizə bunu başa salır ki, biraz insan öz mədəsini boş saxlaya ki, gərək insanın içində ruhi ləzzətlər qaynaya bilsin, insan onlardan ləzzət ala bilsin. Bu Allahın nöqsanıdır, bu dünyanın nöqsanıdır. Elə bil ki, uşaq dünyaya gələn kimi, sən deyəsən ona ki, mən istəyirəm ki, bu aş yesin. Bu mümkün olmur, bunun mədəsi məhduddur. Biz də bu dünya mərhələsini keçmədən axirət mərhələsinə yönələ bilmərik. Elə bir ki, bir nəfər qonaqlığa gedib,
Ziyafətə çağırıblar onu. Dadlı-dadlı yeməklər bişiriblər. Amma o yeməkdən qabaq görürsən pendir gətirərlər, salat gətirərlər, stola qoyarlar və ev yiyəsi deyər ki, bundan çox yeməyin ki, başqa şeylərdən yeyə biləsiniz. İndi belə məqamda bizim haqqımız var ev yiyəsinə etiraz eləyək ki, sən niyə məni məhrum eləyirsən bundan? O bütün bişirdiyini sənin üçün bişirib. O sənin üçün zəhmət çəkib bunu bişirib. Sadəcə deyir ki, bundan bir qədər az ye ki, onu yeməyə yer qalsın içində. Sənin üçün deyir bu sözü. Allahın da sözü budur. Deyir, burada biraz ləzzətlərinizi az eləyin, 50-60 il ömürdür. Burada biraz özünüzə həddlər qoyun ki, oradakına yer qalsın. Əsas odur. Amma ora gedəndən sonra da məhdudiyyət yoxdur. Burada yeyirsən çox, tox qarnına yeyirsən, mənəviyyat azalır. Orada həm yeyirsən, həm də mənəviyyat var. Orada həm baxırsan, həm mənəviyyat var. Orada heç bir məhdudiyyət yoxdur. Orada heç bir məhdudiyyət yoxdur insan üçün.